Salam, hər vaxtınız xeyir. 35 sınaq test kitabından sınaq 23-ün izahına baxacağıq. Keçək suallara vaxt itirməyək. Birinci sualda deyir ki, neçə maddənin ağzı açıq qabda közərtdikdə 5 maddənin kütləsi zamanla asılı olaraq dəyişməsi göstərilən qrafikə uyğundur. Yəni 5 maddənin kütləsi artsın. Burada dəmir 2O3 oksigenlə doyub, oksigenlə reaksiyaya girməz. Karbon oksigenlə reaksiyaya girər. Amma CO2 alınar. Karbon bərkdən qaza çevrilərək 5 maddənin kütləsi azalar. Bunlar olmur. Dəmir oksidləşdikdə oksigen havada dəmir 3O4-ə çevrilir. Yəni 5 maddənin kütləsi F-dən F3O4-ə gəlir, artır. Natrium karbonat 5 maddənin kütləsi közərtdikdə əriyir, əridikdən sonra parçalanır. Yəni bu da azalar. Sözcə, bizim kitablar bunun parçalamasını qəbul eləmir, amma faktiki olan budur. Kükürt də oksigenlə reaksiyaya girib SO2-yə çevrilir, yəni bərk haldan qazala çevrilir. Bunun da kütləsi azalar. Mis isə oksigenlə reaksiyaya girərək kütləsi daha böyük olan bərk maddəyə çevrilir. Ona görə də 2 maddənin kütləsi qrafikdəki kimi artar. Cavab B variantı olacaq. İkinci sualda X və Y qazlarını eyni mol miqdarda götürülmüş, X və Y qaz atimi ilə götürülmüş bərabər kütləli bromun sudan keçirilmişdir. Reaksiyadan sonra qabların kütlələri arasında münasibət M1/M2 0,5 olub. Yəni 1/2. Yəni ikinci qabın kütləsi birinci qabın kütləsindən daha çox olub. İkinci qabın kütləsi birinci qabın kütləsindən 2 dəfə çox olub. Yəni ki, onda Y qazının molyar kütləsi X-dan 2 dəfə çox olmalıdır. Burada da eten C2H4'dür. Butin C4H6'dır. Bu olmaz. C4H8. Baxın, bunun əks variantı. Fikir verin, eten formulu butenin 2 dəfə azıdır. Eten buten Y variantı olacaq. Bizdə ki, X daha kiçik olmalıdır. Üçüncü sual. Doymuş bir atomun spirit tərkibində bir asimetrik karbon var. Doymuş bir asimetrik karbon turşusu. Bunun da bir asimetrik karbon var. Minimum sayıda karbon saxlayırlar. Bu sualı bir dəfə izah eləmişim. Deməli, bir əsaslı karbon turşusu minimum sayıda karbon olsun və bir asimetrik karbon olsun. Mən həmişə demişdim ki, bu tip suallarda ikili butil radikalı ilə yazmaq lazım. Bu oldu ikili butil radikalına birləşmiş karboksil qrupu. Və bunu da spiritimiz də ikili butil radikalı ilə yazılan bu olacaq. Və bunların reaksiyasından alınan mürəkkəb efir molekülünün polyar rabitələrin sayı. Bundan alınan, bunların ikisinin reaksiyasından alınan mürəkkəb efir CH3 olacaq. İndi hidrogenləri tamamlayıb və CO rabitələrin sayı olur polyar rabitələrin sayı. Deməli 3 2 1 3 1 2 3 hidrogenlər oldu 3 5 6 9 10 12 15 18 üstə gəlsin 19 və 2 dənə də burada 21. Yəni 3 gəlsin 21 polyar olacaq. Polyar rabitələr istəmədi. Neyse səhv saydım, bir saniye. 1, 2, 3, 4 valentli. 1, 2, 3, 4 valentli. 3, 3, 3, 3. 1, 2, 3, 4. 12 buradan. 2, bu da 2. 4 buradan. 1, bu da 1. 2 buradan. Polyar rabitə. Burada bir tane yadımdan çıxıb. Bir saniye. Burada oksijenlə karbon arasında bir dənə də burada var. 2 buradan, 3, bu da 1, 4 dənə. 4 də burada. Yəni cavab olacaq 22 Y variantı. Dördüncü sual. Tarazlıqda olan bu reaksiya sistemində temperatur azaldılmışdırsa, demək tarazı sağa yönələcək. Reaksiya sağa yönələndə də B ilə C-nin miqdarı artar, A-nın miqdarı azalar. A bu düz, C artar, B azalmaz, B də artar. Cavab 1 və 2 C variantı. 5-ci sual. Bu reaksiyada düzünə gedən reaksiyanın sürət sabiti K düz
0,2 kx sistem %2. Yəni sürət sabitinin düzün əksinə olan nisbəti kt-ni verəcək. %2 bölü bu 10. Deməli, tarazi sabiti 10 olan reaksiya axtarırıq. Tarazi sabiti 10 olanda B-nin A-nın kvadratına olan nisbəti 10 olmalıdır. B-nin A-nın kvadratına olan nisbəti 10 olmalıdır. Gələk bir baxaq da buna. Tarazlıqlarına. Məsələn, B burada 0,9'dur. 0,9 bölünsün. A-nın tarazlığı da 0,3'dür. 0,3'ün kvadratı. 0,3 vur 0,3. Bu 10 eləməz. Deməli, B için daha kiçik bir qiymət. Düzünə gedən sürət sabiti 0,2 0,1 hansı bir maddən qatlan zaman asılığının düzgün ifadə B böl A kvadratdır da. B böl A kvadrat 10 eləməlidir. Bir saniye hesablamadan mən niyə dedim ki? Elə A variantı deyəsən uyğun gəlir axı. 0,3 vur 0,3 bu eləyir. Bəli, deyil A variantı. 0,9 bölünsün 0,9. Hesablamadım ona göre. Bakın burada reaksiya 2A, B değil. Tarazlıqlarına baxın. B'nin tarazlığı 0,9'dur. A'nın tarazlığı 0,3'dür. K'da yazsaq 0,9 bölünsün 0,3'ün kvadratı olacaq. 0,3'ün kvadratı 0,9 bölünsün 0,09 eləyir. Mən birinci hesablamadım. Bu da 10 eləyəcək. Cavab da elə A variantı olacaq. O variant verməyiblər. Neyse A variantı bu qrafik. 6-cı sual. Nə deyir? M-i müəyyən edin. Deməli, A ilə B reaksiya girib və C alınıb. Deməli, A reaksiya girib M qram, B reaksiya girib M çıx 4, C də 20 alınıb. Bunların cəmi buna bərabərdir. 24 bölü 2-də 12 eləyər A variantı. M A variantı 12 oldu. Deməli, bu sualda birləşmədə x-in kütlə payı 25% olarsa, ikinci birləşmədə. Bunu necə eləyəcək? X2, Y3 yazırıq. Bu birləşmədə x-in kütlə payı 25%-dirsə, onda y olur 75%. Bura 2x yazırıq, burada 3y yazırıq. Bunlar ixtisar getdi 1, 3. 3'lər də ixtisar getsə, y bərabərdir 2x qalır. İkinci formulda da x-in kütlə payı omega x bərabər olacaq. X bölünsün x üstə gəl 2y vurulsun 100. Y-in yerine 2x yazırıq burada. X bölünsün x plus 4x. Vurulsun 100. Yəni 20% C variantı. Sonra 8-ci sual. Bu sual bir dəfə həll eləmişik. Kalium sulfat məhluların həcmi V, magnezium sulfat V, alınan, qarışdırılan məhluların həcmi bunlardır. Alınan iyonların qatlığı da bu 2-dir. SO4 3,5'dir. Magnezium sulfat məhlunun molyar qatlığını müəyyən edin. Kalium 2SO4. Kalium 2SO4. Qatlığı fərz eləyək ki, bunun molu x olub. X mol olsa, bu məhlula 2x mol kalium verər. Magnezium sulfat məhlulun molu da molu y olsa, bu məhlula y SO4 verir. Yuxarıda SO4 da tapaqda. Çünki SO4 x SO4. İndi kalium iyonların qatlığı 2 olub. 2 bərabərdir. Kalium iyonlarının molu 2x bölünsün. Qarışan məhluların həcmi 2v. Buradan da bunlar ixtisar getsə, x bərabərdir 2v tapırıq. Deməli, x 2v imiş. Və sulfat iyonlarının qatlığı 3,5 olub. Sulfat iyonların molu x və y-dir. X plus y-dir. Qarışan məhluların həcmlər cəmi də v-dir. 2v-dir. İndi biz x-in yerinə 2v yazacağıq. X-in yerinə 2v yazacağıq. Onda 7,5v bərabərdir 2v üstə y. Y bərabər olar. Y bərabər olar. Deyək 5,5v-yə. Sadəcə v-ni tapmadığımız üçün bu bir cavab verməyəcək bizə.
Y bəli. Y tapdıq. Y moldur da, onsuz da. Bu bir şey eləməyəcək bizim üçün. Düz hesabladım. X-in yerinə bir dənə buna dəqiq baxım. Çünki hesab səhv olsa heç nə. Bu 2V-dir. 2V-ni də 3.5-ə vursaq 7V eləyəcək. Bu 5V eləyəcək. 5V eləyəcək. Bax, hesab səhvim vardı. Y bərabərdir 5V mol. Məndən nə istəyir? Maqnezium sulfat məhlul molyar qatlığı. Maqnezium sulfat məhlul molyar qatlığı. Maqnezium sulfatın molu, yəni ona Y demişdim. Y-də 5V tapdım. Bölürəm maqnezium sulfat məhlulun həcmi V-yə. Bu da eləyir, cavab 5 olacaq. Bunu mən fərqli yolla da yazmışdım. Bunlara 1 litr deyərək işləmişdim. O cürdə əvvəlki video izahdan tapa bilərsiniz. Amma hansı videodadır bilmirəm açığı. 9-cu sual. Demək, kütləsi 5 qram olan dəmir lövhənin sıxlığı bu qədər olan, bu qədər. Dəmir lövhənin kütləsi. Bu, köhnə illərin olimpiyadasına düşüb. Bu, mənə oradan tanışdı. Bax, indi gördüm, tanıdım. Köhnə illərin olimpiyadası. 10 yaxşı 11-ci sinif. İndi, dəmirimiz 5 qram olsun. Sıxlıq budur, həcmi də budur. Onda məhlulun kütləsini tapaq. O mis2 sulfat M-4 məhlulu bərabərdir. 1,12 vurulsun 50. Bu edir 56 qram. Və o məhlulunda 15% mis2 sulfatdır. 56-nın %15'ini tapsaq 8,4 qram orada mis2 sulfat var. İndi dəmir lövhə, dəmir plus mis SO4, dəmir SO4 plus mis. Dəmir lövhə 5 qramdan əgər 5,16 qrama gəlsə 0,16 qram artım olur. Və bu neçə qram mis2 sulfat reaksiya girib onu tapaq. Biz bilirik, əvvəli 8,4-dür. Nə qədər reaksiya girdiyini tapmalıyıq ki, qalanını tapa bilək. Normalda lövhə 56-dan 64 fərqə görə baxsaq 8 qram artım olur. 8 qram artım olanda isə 160 qram mis2 sulfat reaksiya girir. Buradan da bu tənasübü eləsək 3,2 qram mis2 sulfat reaksiya girər. Nə qədər məhlulda qalan mis2 sulfatın kütləsini istədik. 8,4-dən 3,2 çıxarıq. 5,2 qram mis2 sulfat qalar B variantı. Beta alanindən əmələ gələn tripeptidin 1 molunda olan atomların sayını hesablanır. Beta alanin. Bunun beta alfa heç bir mənası yoxdur. Alanin. Deməli propion turşusu C2H5 NH2SOH-dır da. Və yaxud da daha da sadələşdirim. C3H C2H4 idi o. C3H6O2 bura bir də NH2 NH5 NH2. Baxın, beta alanin budur. Və yaxud istəyirsiniz lap bunu formul kimi yazın. Beta alanin budur. Burada H2'dir, H2'dir. Yəni ümumilikdə 1, 2, 3. 3 karbon var. 1 7 hidrogen var. 2 oksigen var. Bir dənə də azot var. Budur. Tripeptidin 1 molunda olan atomların sayını istəyir. Amma rəqəmlər verir. Atomların mol sayını. Gəlin onu düzəldək. 3 mol. Tripeptid 3 moldan 1 mol tripeptid alınırdı. Həmişə deyirəm, bu reaksiyanın sxemini yazaq. 2 molda su alınırdı. Yəni bu qədər formuldan 2 mol suda olan atomların molunu çıxırıq, tripeptidin 1 molunda olan atomları tapırıq. Deməli, burada nə qədər atom var? Bir dənə bunu hesablayaq. 10, 12, 13. 3 vur 13 çıxılsın. 2 dənə suda da 6 mol atom. 39 çıx 6, 33 mol atom Y variantı. 11-ci sual.
Bu verir sirkə turşusu. Crackingindən də etan və etilen alınır. Su ilə reaksiya girirsə etilen. Etilen də verir bizə etil spirti. Bu etil spirti ilə bunun da reaksiyasına CH3, COO, C2H5 alınır. Cavab C variantı. X, Y, Z maddələrini müəyyən edin. Billur şüşə, kalium 2O, plinium O, vurulsun CO2. Adi şüşə, nacasio, natrium O, CaO, 6 CO2. Kimyəvi də kalium 2O, kalsium O, 6 CO2. İndi burada fikir verin, nəyə fikir verək? Nəyə fikir verək? Birinci kimyəvi ilə adiyə fikir verək. Görürük, hər ikisində Z var. Hər ikisində kalsium var. Deməli, Z'lər kalsium karbonat. Bunlar reaksiya girəndir ya. Kalsium karbonat. Sonra kimyəvi ilə buna fikir verək. Görürük, hər ikisində Y var. Y bunlarda kaliumlardır. Deməli, Y'lər kalium karbonatdır. Cavab çıxdı da, Y variantı. X da burada natrium karbonat olacaq. 13-cü sual. 314 qram SO3, 36 qram suda neçə faizli oleum hazırlamaq olar? Oleum alınan halda su tam sərf olunurdu. Bunu bilirik. Elə ki, SO3 ilə buradan yazım. SO3 ilə suyun reaksiyası baş verir. Sulfat alınır. İndi 80 qram SO3 ilə 18 qram su reaksiya girir, 98 qram sulfat alınır. SO3 tam sərf olunmur burada. Ona görə bunu heç yazmır. X yazır. 36 qram su tam sərf olunur. Neçə qram bəs sərf olunur, neçə qram da sulfat alınır, onu tapacaq. 2 dəfə çox. Yəni, burada 160 qram SO3 sərf olunur və 196 qram sulfat alınır. Deməli, 314 qram SO3 ilə 160 reaksiya girərsə, 154 qram SO3 qalır. 196 qram sulfat var. Oleumumuz bunun cəmidir. Oleumun kütlə payını tapdıyanda buradakı SO3'ü bölürük bu cəmə 154 196'ya, yəni 350'yə. Vururuq 100'ə. Bu da 44 faizli oleum eləyər, D variantı. 14-cü sual. 1,5 dixlor 3 metil heksan. Heksan 1, 2, 3. 1,5 dixlor. Demək, disklopentan alınacaq. 3 metil. Bu disklopentan aldı. Bu çox gözəl. Bəs bu metillər hara gələcək? Bu zəncir diskopentana çevirir. Fikir verin, metillər arasında metillər sanki 1, 2, 3, 1, 3 vəziyyətdədir. Biri burada olsa, biri də burada olmalıdır. Ona görə 1, 3 dimetil diskopentan A variantı olacaq. 15-ci sual. X2 müsbət iyonu Z materialını oksidləşdirir. Z metalı Y2 müsbət iyonunu reduksiya edə bilmir. Baxın, X2 müsbət iyonu Z metalını oksidləşdirirsə, X2 müsbət güclü oksidləşdiricidir. Deməli, X-in metalı X0 zəif metaldır. Zəif metalların katyonları güclü oksidləşdirici olur. Və yaxud siz bu sözü belə də başa düşə bilərsiniz. X2 müsbət iyonu Z metalını oksidləşdirirsə, bu həm də o deməkdir ki, Z X2 müsbəti reduksiya edir. Yəni duzundan sıxışdırıb çıxarır. Yəni Z X-dan daha aktiv metal. Metal kimi baxaq. Metal kimi baxaq, sonra katyonuna baxarıq. Z metalı Y2 müsbət iyonunu reduksiya edə bilmir. Yəni bu o deməkdir ki, Y Z-dən daha güclü metaldır. Metal olaraq Y Z-dən güclüdür. Oksidləşdiricilik də bunları iyon şəklinə gətirsə, oksidləşdiricilik aktiv metalın, metal aktiv olanda iyonu zəif oksidləşdirici olur. Pasiv metalların iyonları güclü oksidləşdiricidir. Demək, oksidləşdiricilik elə bu istiqamətdə də artır. Y2 müsbət, Z2 müsbət, X2 müsbət. İndi X-ən güclü olacaq, XZ-Y olacaq. Y variantı. Hansı duzun suda məhlul elektron həm hidroz eyni mühit alır? Baxın, mis-2 xloridin normalda mühiti turşdur. Amma bu elektron zətlikdə mis-2 xlorid 1-2 katoda mis verir.
Anoda xlor verir. Yəni duzun özü parçalanır. Tam elektroliz olsa su qalır. Yəni neytral mühitə çevrilir. Ona görə bu olmaz. İkincidə yenə gümüş bir nitrat turş mühitdir. Bunun elektrolizindən katodda gümüş, anodda O2, məhulda HNO3 yaranır. Yenə də turş mühit yaranır, içini götürdü. Natrium xlorid neytral mühitdir. Elektrolizindən katodda hidrogen, suda məhulun elektrolizindən, anodda xlor 2, məhulda isə natrium OH qalır, yəni qələvi mühit yaranır. Ona görə bu olmaz. Kalium sulfitdə qələvi mühitdir. Bu da elə natrium xlorid kimi katodda H2. Anodda S, məhulda da kalium OH qələvi yaranır. 2 və 4, bəli 2 və 4, ano 2 və 4 B variantı olacaq. 17-ci sualda deyir, alkanda birli karbon hidrlik ikili 3 dəfə az, üçlü də 3 dəfə az, dördlü yoxdur. Bu formula yazıb baxmalı. Toplu sualdır bu. İzopropil nə etil? Metil nə izopropil? Demək, burada heç ikili karbon olmadı, bu olmayacaq. Üçlü butil metildeysə, məsələn, bir dənə bu üçlü butil gözüm gördü. Burada dördlü karbon var, bu da olmaz. Üçü yazım, isobutillə metil. Bu eyni şeydir, bunlar olacaq. Baxın, 3 dənə birli karbon var burada. Bir dənə ikili, bir dənə də üçlü var, hər iki formul. Dördlü yoxdur, ona görə cavab 1 və 3 olacaq. A variantı. Deməli, 18 mol nisbətləri bu olan qarşıda oksigen atomun sayı bütün atomun sayından 3 dəfə azdırsa. Bu da topluda var da, bu da sual. Oksigen atomları, məsələn, bu 1-1 deyil, hərəsindən 1 mol götürək. 4 dənə oksigen, 3 dənə. Cəmi 7 oksigen varsa, ümumi 21 atom olmalıdır. 1/3 dəfə az deyir axı. Oksigen 7 dənədir və ümumi atomdan 3 dəfə azdır. Deməli, ümumi atom 21 olmalıdır. İndi atomları sayaq. 20 çıxa gələnə görə elə n neçə olmalıdır. Burada 10, 11, o da 3. 14 atom burada var. 5 dənə də burada görür. 19 atom buradan, bunlar baxın, bunlar hamısı 19 atom. 21 olmaq üçün deməli N2 olmalıdır. Deməli, formul kalium 2, XO4 imiş. Mənfi 2, müsbət 1 desək, müsbət 6 C variantını taparıq. 19-cu sual. 3 mol H-xlor ilə 1 mol gümüş nitratın reaksiyasında məhulda iyonların mol sayı. 3 mol H-xlorda var 3H müsbət və 3 xlor mənfi. 1 mol gümüş bir nitratda var 1 mol gümüş, 1 mol da nitrat iyonu var. Və bunları qarışdırsaq, gümüş, 1 mol gümüş, xloridin 1 molun çöktürər. Qarışandan sonra gümüş heç olmayacaq. Baxın, gümüş tamamilə çökəndir. Bu gümüşdür. Dördüncü. Bu 4, 3, 1 mollar deyil ha. Mollar CB ad. Bunlar sadəcə olaraq iyonları işarələnmiş nömrələrdir. 1 nömrəli iyon, 2 nömrəli, 3, 4. 4 nömrəli. Dördüncü iyon gümüş oldu. Və burada mola baxsaq. Hidrogen molu ən çoxdur. Ən çoxdur və dəyişmir. Reaksiyada iştirak edir. Ona görə hidrogen birinci olacaq. H müsbət. Nitrat iyonu, xlorid iyonu 3 mol idi. Gəldi 1 mol reaksiyaya girdiyi üçün 2 mol qaldı. Amma hələ də yenə çoxdur. Yəni bu olacaq xlorid iyonu. Molu çoxdur, azalır. Molu az amma sabit olanda nitrat iyonu olacaq. Ona görə katyonlara aiddir deyirsə 1 və 4. C variantı. Aldehidlər üçün istifadə doğrudur. Hamısı normal şərtdə mayedir, səhvdir. Qarışıq aldehidi qazdır məsələn. Ali aldehidlər bərkdir. Mis-2 hidroksidə göy rəngli məhlul əmələ gətirir. Göy yox, qırmızı rəngli. Göy rəng çox atomlu spirtdir. Hidrogen reduksiyonunda birli spirt alınır. Bu doğrudur. Ümumi formulları O1 olmalı idi. Bu səhvdir. Molekulanın yansı sigma var. Karbonildə pi də var. 21-ci sual. Metan, karbon monoksid və etanla ibarət olan qarışıq 0,4 mol. Bu cəmi qarışıq 0,4 moldur. Tam yandırılmasına 13,44 litr karbon dioksid almışdır. Tam yanmasından 13,44, yəni 0,6 mol karbon qazı alınır. İlkin qaz qarışığında etanın mol miqdarını hesablayın. Deməli, baxın, CH4
1'in 1'ə A mol olsa A mol CO2 verər. CO B mol olsa elə B mol CO2 verəcək. Çünki bir karbon var. Etan C mol desək, buna CO X deyək. CC, burada karbon var, onu da C desək, gözümüz yanlış görə bilər. Etan deməliydim. C2 aşağıda 2x mol CO2 verəcək. Deməli, ilkin qarışıq A plus B plus X 0,4'dür. Alınan karbon qazı isə bunların tam yanmasından A plus B plus 2x 0,6'dır. Aşağıdan yuxarı sisteminə çıxsa x bərabərdir 0,2 mol olar. Etanı istəyirdi 0,2 mol A variantı. 20-ci sual. Qablar. Eyni qaba doldurulan qazlar normal şəraitdə bu. Qabın kütləsi bu qədər. X qazın molyar kütləsini hesablayın. Deməli, burada şərt qoymalı idi ki, eyni qaba doldurulan qazlar normal şərait. Şərt qoymalı idi ki, qablara eyni molda qaz doldurulur. Eyni molda. Çünki başa düşürəm, kimsə deyə bilər ki, əgər qazların həcmləri eynidirsə, yəni eyni qabdan söhbət gedirsə, doldurulan qaz da eyni olacaq. Xeyr, bu belə deyil. Məsələn, qablar 3 litrlik olsun. 3 litrlik. Biz bura 1 mol CO2 də doldursaq, bu 3 litr olacaq. 2 mol azot da doldursaq 3 litr olacaq. 3 mol X qaz da doldursaq 3 litr olacaq. Yəni, bu məsələni həll eləməyim üçün eyni molda qazlar doldurulduğunu deməlidir. Yoxsa düz olmaz. Yəni, eyni həcmlidir, eyni həcm tutur. Xeyr, bu düzgün düşüncə deyil. Qaz sıxıla bilir. Eyni litr qaba fərqli molda qaz doldursaq, doldura bilərik. Ona görə bunun düzgün şərti eyni molda qaz doldurulub fikrin əlavə eləməklə düzəlir. Fərz eləyək ki, qablara hər birinə A mol qaz doldurulub və qabın da kütləsi X olsun. Qaba X deyəcəm. Yox, X var, qaba ilə qab deyəcəm. 44 A plus qab olacaq 58,8 qram. 28 A plus qab olacaq 55,6 qram. A vurulsun X qazın molyar kütləsi plus qab da olacaq 59,6 qram. Onda mən burada A-nı və qabı bilməliyəm ki, X-in molyar kütləsini hesablaya bilim. Bu 2 neydən? Burada fikir verin. Birinci, ikinci tənliklərdən sistem qrubu yuxarıdan aşağını çıxsam 44 çıx 28 eləyir. 16A bərabərdir. Qablar onsuz da gedəcək. 58,8 çıxılsın 55,6 3,2 A bərabərdir 0,2 mol. Deməli, qablara doldurulan qazlar 0,2 mol imiş. Bu 0,2-ni yuxarıda bir yerə qoysam, məsələn, buna qoysam, qabın kütləsini tapım. 44 vurulsun 0,2 plus qab bərabərdir 55,8. 58,8. Deməli, bu eləyir 8,8. 58,8 çıx 8. Qabın da kütləsi 50 qram imiş. Onda həm A-nın qiymətini burada, həm də qabın qiymətini burada nəzərə alıb X-in molyar kütləsini tapa bilərəm. 0,2 vurulsun X plus 50 bərabərdir 59,6. X da bərabər olacaq 9,6 bölünsün 0,2. Deməli, X-in molyar kütləsi 48 imiş. B variantı. Məsələn, ozon ola bilər. 23-cü sual. Bu sual hal-hazırda nəzəriyyələrdən çıxıb, amma bir neçə yerdə görmüşük, izah vermişəm. Yenə də izah verim. X, Y, Z halogenləri həm OC, həm də RC-dir. Alınan qazların molyar kütləsi MLT-dir. Biz bilirdik ki, natrium xlorid qatı sulfatla reaksiya girəndə natrium sulfat və H-xlor qazı alınır. H-xlor 36,5 demiri. Natrium bromid olsa sulfatla natrium sulfat brom və SO2 qazı alınır. SO2 64'dür. Su da alınır burada. Və natrium yodid olsa
H2S qazanılır. Bu da 34 demir. Və bizə deyir ki, M-in molyar kütləsi ən böyükdür. Ən böyük olanda SO2-dirsə, deməli M hansı qabda alınıb? M bu qabdan. Z bromdur. Sonra L H xlordur demək ki, deməli Y xlordur, X da yod olacaq. X xlor səhvdir, Z brom düzdür. Doğrular istəyirdi. Y xlordur düzdür, X düzdür. Bunlar səhv olacaqdı avtomatik. 2, 3, 4 D variant. Reaksiya məhsullarının mol sayı. Bu birinci Zinin reaksiyası idi. Nitrobenzon amonium sulfitlə reduksiyasına anilin, azot, sonra S və su alınırdı. Burada C6H5NH2, azot, bu amonyak ola da bilər. Bu biraz fikrimdən çıxmış şəkildədir. Bunun düzgününə bir saniyə. Üzvü nəzəriyyəm haradadır? Neysedir. Orada əsas odur 4 dənə məhsul alınır. Çox video vaxtı getməsin. Tekatda bu metal tekat ver. Bu mən nə bilim hansı tekatdır. Çünki burada metil spirti alınsa bir məhsul alınacaq. Yox, əgər qarışqa aldıydı və ya qarışqa turşusu alınsa 2 məhsul alınacaq. Bu biraz sorunludur. İkinci, aldehidin alkenin oksigenlə bu katalizator oksidləşməsindən CH3, burada yerim asdı, CH3, CHO və su alınır. 2 məhsul. Bu bura getdi. Burada 1, 2, 3, 4 məhsul idi. 4 məhsul idi. Bu heç birinə getməyəcək sanki. C6H6 xlor 2, bu əvəz etmədi. 2 məhsul alınır. C6 xlor 6 plus H xlor 2 məhsula getdi. D2. D. Sonuncu da kalium H spirtdə monohalogen alkana bir dənə alken alınır. Bir dənə kalium xlor alınır. Bir dənə də su alınır. Bu da 3 məhsula gedəcək. Y-yə. Sonra bir məhsulda deməli bir dənə çıxış yol qalır. Bu olur. B. Bir məhsul. Başqa bir məhsul yoxdur axı. Ay qadan alın. Başqa bir məhsul yoxdur. Bu bir məhsulda heç B, D-ni də buna verib. Axı bu bir məhsul deyil. Bu 2 məhsuldur. B, C, D, Y. B, C, D, reaksiya məhsulları deyir. Çox maraqlı. Bu reaksiyaları mən açım bir-bir sizə göstərim. Ən yaxşısı. Üzvü nəzəriyyəni bir dənə tapaq. Deməli, baxın. Metan oksidləşmələrini istəyir. Baxın, bir-bir sizə hamısını göstərəcəm. Metan oksidləşmələri görürsünüz. Bir məhsul alınan da var, 2 məhsul alınan da var dediyim kimi. Sonra orada etilenin CuF palladium duzları iştirakında oksidləşməsi var idi. Etilen hanı? Bu bir məhsul yazmışam mən burada. Bu bir məhsul imiş. Bax, bunu mən fikrimdən bir dəqiqə, bu dəqiq bir məhsuldur. Bir də aldehidlər hanı? Baxın, sadə bir şeydə adam özü görürsünüz ki, sadə bir şeydə adamın yadından çıxa bilir. Bir məhsul imiş bu. Mən orada bunu susuz yazmalıydım. Çox yaxşı oldu bu sualın öz qabağıma çıxmalı ki, bunu mən də öyrənmiş oldum. C, onda bura gedəcək. C dəqiq bura gedəcək. B-ni bir məhsul da götürə bilərik, 2 məhsul da götürə bilərik. Artıq burada cavaba görə işləyəcək. C, B, D, Y də var. C, B, D, Y. D 2 məhsuldur, ona görə ora getməyəcək. B, D-də qalacaq. B yox. Elə bir ki, Y dəqiq buradadır. D-yə olmayacaq. D dəqiq 2 məhsuldadır. Ona görə cavab elə A variantı olacaq. Bu
A-da dedim də 3 məhsul olur. Oraya isə bir dənə də dəqiq baxaq. Yada salmış olaraq. Mən də amonyak idi yoxsa amonyak imiş. 4 məhsul alınır burada. Yaxşı ki bir sualda mən özümə də aydın oldu. Bunu mən 2 məhsul yazırdım. Sonra 25-ci sual. Polimerləşmə dərəcəsi n olan naylon makromolekul yox olmalı. Naylon heksametilin diamin və adipin turşusu. Bəli. NH CH2 NH CO CH2 4 CO N. Polimerləşmə dərəcəsi n verir. Azot atomlarının sayı 2 dənədir. 2n olacaq. A bura getdi. Karbonun sp2 hibrid orbitallarının sayı. Karbon sp2 olan CO-dakı karbonlardır. 2 karbonda 6 sp2 hibrid orbital var. 6n olacaq. Y bura getdi. Hidrogen atomlarının sayı da burada kərəmi ağlamaq tutur. Əgər bu belə olsa, baxın. Əslində bu belə olmalıdır. Makromolekulun tamamı budur. Bu sualın düzgünlüyü üçün makromolekul üçün yox, quruluş vahidində. Quruluş vahidi deməlidir ki, bu düzgün olsun. Yoxsa baxın, hidrogen sayı nə qədər olacaq? 1, 1, 2, bu da 12, 14, üstə gəlsin 8. Elədir mi 22? 22n üstə gəlsin 1, 1, 2. 22n plus 2 olmalıdır. Yəni düzgünü budur. Amma da yəqin ki, bunlar təkcə içərini fikirləşirlər. Ona görə mən məcbur bura B deyəcəm. Все, B, A, Y, B. A, Y, B, Y variantı. Alkan. Molekula sigma rabitə sayının nisbəti 2 alkandır. Elementin 1 alkandadır. Və Y 72 isə 14n plus 2 72 isə n olur 5. Bu S5H12'dir. Bunun həqiqi sigmaların sayı 15-dən 1 çıxanda 14 edir. X bölü 14. Və yuxarıda X-in sigma rabitələrin cəmi olaraq 3n plus 1 yazırım. İndekslərin cəmindən 1 çıxarım. Y day bəlli olduğu üçün 14 yazdım. 14 yazdım. S5H12'ye mən 10 yazıram. 16 edir bu. Diqqətsizlik. 2, 10, 3n plus 1 bərabərdir 10 eləsə, n 3 eləyəcək, C3H8 variantı. 27-ci suala deyir, alkin molekulun qeyri-polyar kovalent rabitə sayı A-dır. Alkin su ilə reaksiyasına alınan. Bunu nümunə yazaraq da eləyə bilərsiniz. Çünki əgər alkin deyirsə, bu A deyirsə, keçidi X verirsə, demək ki, bu bütün alkinlərə şamil oluna bilər. Əgər birində olub, birində olmasa, bunu bu sual şəklində tərtib eləyə bilməz. Mənası olmur, məntiqsiz olar. Ona görə də nümunə məsələn asetilin yazaq. Asetilin su ilə reaksiyadan sirkə aldığı idi alınır, hər kəs bilir. Burada qeyri-polyar kovalent rabitələr 3-dür. Gəlir olur 1. Yəni 2 azalma olur. Məsələn, polyarı istəsəydi necə? Polyar 2 dənədir. Gəlir olur 3, 4, 5, 6, 4 vayda artır. Bu 2 vayda azalır. Qeyri-polyar 2 vayda azalır. Polyar 4 vayda artır. Yəni A olur, A çıx 2. Deməli, 28-ci sualda 2 m qram azot var. M qramda etilen əlavə olunur. 2 m qram azot, m qram. Bunların bilirik ki, mR'ləri 28-dir. 28-dir. Və sanki bunu 2 m qramı, 2 m qram, m 28 qəbul eləsək, 2 m qram azot, 2 mol azotdur. Və gətirib bura biz 1 mol etilen əlavə eləmiş oluruq. Molekul sayı 3 dəfə artır deyir. Molekul sayı 2 idi, olur 3. 1.5 dəfə artır. Bu səhvdir. Atom sayı 2.5 dəfə artır. Atom sayı 4 idi. Buradan da 4 üstə 2. 6 dənə gəlir, olur 10. 10 bölü 4, 2.5 dəfə artır, düzdür. Kütlə 1.5 dəfə artır. Kütlə ilə burada m ilə də görə bilərik. Daha sadəsi odur. 2m idi, olur 3. 3m bölü 2m də 1.5 dəfə artır, doğrudur. 2 və 3 doğru cavabı olacaq. B variantı. Sonra 29-cu sual. Deməli nədir? 0,125 mol X birləşməsinin O2 qazı ilə reaksiya alınan maddənin kütlə zaman qrafı.
0,25 mol X qazı O2 ilə reaksiya alınan maddələrin kütlə zaman qrafiki verilib. Plus O2 alınıb CO2 və su. Bunlar da mola çevirək də. 70-dən 38-ə gəlibsə oksigen 32 qram girib, deməli 1 mol reaksiya girir. CO2 33 qram alınıbsa 33 böl 44, deməli 0,75 mol reaksiyadan alınıb. 9 qram oksigen də 0,5 mol. Bunların hamısını tam ədədə gətirəcək şəkildə 4-ə vursaq, bir dənə X-dan 4 dənə oksigen reaksiya girib, 3 dənə CO2 alınır, 2 dənə də su alınır. Onda indi X-in tərkibini tərtib edək. Bunun içində %100 3 dənə karbon olub, 4 dənə hidrogen olub. Oksigenə baxaq. 8 oksigen, 3, 2, 6, o da 2, 8. Deməli oksigen olmayıb. C3, H4. Cavab da D variantı. 30. 0,5 mol oksigen olan qaba N mol X əlavə olunur və şəklə əsasən qrafik nə bilim filan verib. Deməli 0,5 mol oksigen 16 qramdır və bu nəydən asılıdır ki? Kütlənin, yəqin ki bu qabdakı ümumi kütlənin atom sayının, ümumi atom sayından asılıdır. Burada 1 mol atom var idi. 1 mol atom var idi və sonra olub 5 mol atom. Deməli N mol X 5 mol atom, 4 mol atom var deməkdir. N mol X-də 4 mol atom var ki, 1 mol atom olan qaba bunu əlavə etdikdə ümumi 5 mol atom olub. Deməli, N mol X-də 4 mol atom var. İndi bunun biz nəyin də tapaq da? Kütlə məsələsinə baxaq. İndi burada yəqin ki, bu ümumi kütlənin ümumi atom sayından asılıdır. Bunu desəydi daha yaxşı olardı. Belə yarımçıq olursa. Ümumi kütlə 16 qram artıq. 16 qram artım var. Və 16 qram artım N mol X 16 qramdır və bu da öz içində neçə mol atom saxlayır? 4 mol atom saxlayır. N mol X 4 atom saxlayır və 16 qramdır. Bunu artıq cavablarla eləsək daha yaxşı olar. Məsələn, bu 30-dur. 0,5 molu 16 eləməz. Bu 80-dir. 1 molu 16. Bu N-ə 1 mol desək 80 olar. Bizə 16 qram olması lazımdır. Helium. Helium. Emeri 4 ayrı və ya emeri. N4 olsa bu 16 olar. Və 4 molda atom artımı olar. Cavab C olacaq. Məsələn, metan 16-dır. 1 mol götürsək 16 artım edir, amma 5 mol atom olacaq. Bu bizə 4 atomlu bir şey lazım. Ona görə bu da olmaz. SO2 64-dür. Anama sən gedə bilərsən. Anama. 0,125 mol 16 qram edir, amma 0,125 molu 4 mol atom eləmir. Ona görə cavab C olacaq. 31-ci sualda cədvəl əsasında 4 qram metanın tam yanması zamanı neçə kilojoule istilik ayrılar deyir. Metan, bunu reaksiyanı belə yazaq da. C plus 2OO 2 yox, 1 mol CO2. COO plus 2HOH rabitə enerjilərinə gəlir. İndi reaksiyanın əvvəlcə istilik effektini tapıb, sonra 4 qramın yanmasından nə qədər istilik ayırlar, onu tapacaq. Reaksiyanın istilik effekti bərabərdir. Sağcıq sol, sağdakı maddələrin istilik effektlərin cəmindən, rabitə enerjilərin cəmindən ilki maddələrin rabitə enerjisini çıxacaq. CO rabitəsi görüm 2 dənədir. CO nə qədər verib? 700 verib. 1400 üstə gəlsin. Burada 2-yə vursaq 4 dənədir. OH rabitəsi. OH rabitəsi 450. 4 vur 450 eləyər. 1800. Çıxılsın. CH-da 4 dənə CH rabitəsi var. 4-ə vursaq 1600. Üstə gəlsin. OO rabitəsi 500-dür. 2 dənədir. Bu da 1000 eləyəcək. Bu reaksiyan istilik effekti olar. Reaksiyan istilik effekti olar.
600 kilojoule. Yəni 16 qram CH4 yananda 600 kilojoule istilik ayrılır. 4 qramı X. 4 dəfə azaldaraq bunu da 150 kilojoule Y variantı eləyəcək. 32-ci sual. Prosesa hər iki hissəyə 20 qram duz əlavə edilir. 20 qram duz. 200 qram 20%li məhlulda onsuz da 40 qram duz var. Və burada su var, onsuz da olanı yazıram. 160 qram. Və götürüb 20 qram da duz əlavə etdik. Proseslər ardıcıl icra olunur buna görə. A prosesin sonunda birinci bölmədə qatılıq 20% olur. 80 qram su var idi, 20 qram duz əlavə elədik. Onda birinci prosesdə A qabında omega A olacaq. 20 böl 100 vur 100. Bəli, 20% olar. Bu da üçün. B prosesinin sonunda qatılıq 25 olur. İndi B prosesində omega B. 20 duzlar, ümumi duzları tapar. 20 burada, 40, 20, 60, o da 20. 80 qram duz var. Ümumi kütlə 100 qram burada var. Bu da 220 qram da orada var. 220 eləyir də, bəli. 100 orada, 220 orada, 320. Vurulsun 100. 80 böl 320. Bu da 25% eləyər, bu da düzdür. Üçüncü, B prosesin sonunda qaba 80 qram su əlavə olunsa qatılıq 30 olar. İndi qaba 80 qram su əlavə eləsək, duz dəyişməz. 80 qram duz qalar. 80 qram su əlavə eləsək, məhlul olar 400. Vur 100. Bu da 20% eləyər, 30% eləməz. Cavab, yəni 3 səhvdir. Cavab 1 və 2 variantı olacaq. 33 buradaymış. Şəkil əsas hansı qablarda pH zamanla dəyişir? pH sualları bizə gəlməyəcək, amma belə deyək. pH 7 olanda neytral olur. pH 7-dən artdıqca 14-ə doğru deyək. Qələvi olur. 1-ə doğru isə turş olur. Yəni, məsələn, sulfat turşusu olan qab pH 7-dən kiçikdir. Yəni, 1-2 deyə bilərik. Kalsium oksid bura gələndə kalsium sulfat alınır, neytral mühitə yaxın bir şey alınır, yəni pH artacaq. Kalsium hidroksid pH-ı qələvidir, çoxdur da, yəni pH-ı 12-13 deyə bilərik. Karbon qazı burada turş oksididir. Turş oksidi bunun pH-ını aşağı salacaq. Yəni burada da pH 7-yə doğru gedə bilər, bu da doğrudur. Amma H-klor pH-ı turşudur, pH 7-dən kiçikdir, 1-2 deyək, məsələn 1-2 ola bilər, qüvvətli turşudur, əsasən 1 filan olur, pH daha kiçik olur. NO təzsiz qazdır, NO-nun burada bir pH-a təsiri yoxdur. Ya bunun turşuluğunu artırsın, ya bunun bir qələviliyini artırsın, belə bir şey yoxdur. Amma burada biraz incə fikirləşsək, NO əgər NO əlavə verirsə, NO ağzı açıq qabda bura əlavə olunanda NO2 çevrilir. NO2 də suda nitrat turşusuna çevrilir. Bu məhlulun pH-ını daha da aşağıya sala bilər. Bu bir ehtimaldır. Amma yəqin ki, bunu nəzərə almayıblar. Sadəcə 1-2 C olacaq burada. 34-cü sual. 0,5 litr 1 molyar qatlıqlı bu sıxlığı duz məhlulu nə qədər su buxarlandırmaq lazımdır ki, alınan doymuş məhlul bu temperaturda əldə olunan əmsalda 200 qram böl litr olsun. 200 qram böl litr olsun. Bəli. Aha, burada neyniyək? Neyniyək ki, Allaha xoş getsin. Məhlulun həcmini verib, qatlığını verib. Burada duzun molunu da tapa bilərik. Molu olacaq 0,5 mol. Duz var. Və duzun da emeri 160-dırsa, yəni 80 qram duz var burada. Üstəgəl də. Burada məhlulun həcmi var, sıxlığı var və məhlulun həcmi varsa, amma sıxlıq milli ilə olduğu üçün bu litri milliyə gətirmək şərti ilə həcmi də sıxlığa vursa məhlulun kütləsini taparıq. Məhlul olar 0,5 litr, yəni 500 milli vurulsun 1,2. Bu da eləyər 500 vurulsun 1,2 600 eləyirdi. 600 qram məhlul var. Bunun içində 80 qram duz var. Onda 520 qram su var. Amma deyir ki,
məhlulun KH 200 olsun. 200 olsun. Yəni doymuş məhlul alınanda 200. Biz bilirik ki, doymuş məhlulda duz su nisbəti KH böl 1000 nisbətini verməlidir. Mənim duzum 80. Məhlulda 520 qram su var. Amma nə qədərsə su buxarlandırılmalıdır. X qədər su buxarlandırılmalıdır ki, məhlul doymuş olsun. Doymuş məhlulda da KH böl 1000 nisbəti bərabərlik olur. Və buradan X hesablayacağım da. Bununla bu 1 böl 5 eləyir. 520 sıx X bərabərdir 400. X də eləyər 120 qram su buxarlandırmaq lazımdır. A variantı. 35-ci suala baxırıq. Tərkibində 60 qram bu, 12 qram bu olan qarışıq qızdırılır. Tərkibində kütləcə 80% kalsium oksidi olan qarışıq alın. Parçanın kalsium karbonatının kütləsini tapın. CO3'ümüz var. Və bu parçalanır. CO və CO2 olur. Kalsium oksid onsuzda parçalanmır, elə kalsium oksid şəklində qalır. Və kütləcə 80% kalsium oksid olan qarışıq alınır. İndi 60 qram kalsium oksidin nə qədər parçalanır biz bunu bilmirik. Aydındırmı? Fərz edək ki, bunu mən necə edeyim ki, fərqə görə, qaz itkisinə görə eləyim, yoxsa kalsium oksidə görə eləyim. Kalsium oksid 12 qram əvvəldən var. Fərz edək ki, burada bunun X molu parçalanıb. X molu. Yəni 100X parçalansa 56X kalsium oksid alınır. Son qarışığın kütləsi nəyə bərabərdir? 44X də burada karbon qazı alınacaq. Son qarışığın kütləsi 56X burada kalsium oksid alındı. Plus 12 qram da əvvəldən var idi. Bu kalsium oksidin kütləsidir və 80%. Qalan ümumi qarışıq nə qədərdir? Onu tapaq. Qalan ümumi qarışıq. Əvvəlcədən 60 və 60 plus 12. Əvvəlcədən bu 72 qramdır. Və burada kütlə azalması olur 44X. 72 çıx 44X-da kütlə azalması olur. Qalan ümumi qarışıq da bu qədərdir. Bu da 100%-dir. Və yaxud burada belə bir şey də deyə bilərik. Gəlin onu deyim. Reaksiyadan sonra qalan kalsium karbonatla kalsium oksiddir də. Kalsium oksid biz dedik 56X plus 12-dir, 80%-dir. Geriyə kalsium karbonat qalır. Kalsium karbonat 60 qram idi. Və onun 100X-i də parçalanıb. Deməli geriyə 60 çıxılsın 100X kalsium karbonat qalır. O da 20%-dir. Belə daha rahat olacaq məncə. Bu tənasübü eləməliyik. Bununla bu getsə 4 ilə 1 qalır. Çarpaz şəkildə işləsək 56x plus 12 bərabərdir 240 minus 400x. Bu tərəfə keçsə 456x bərabər olur 228-ə, x də bərabər olur 0,5. Bizə parçalanan kalsium karbonatın kütləsində tapın deyir. Parçalanan kalsium karbonatda 100x demişdik. Bu x mol deyib 100x qram olur da. X da 0,5 olduğuna görə demək 50 qram kalsium karbonat parçalanır. D variantı. 36-cı sual. Bu nə deyir? X elementlərin molyar kütlələrin fərqini istəyir. Bunlar arasında 14 fərq varsa, anlamda da 14 fərq olacaq. Yəni, çünki baxın, birində XCH3COO CH5 alınır, YCH3COO CH3 alınır. Yəni, çıxsaq, bunlar çıxılır. Bir dənə karbon, 2 dənə hidrogen fərqi var, 14. Heç uzatmağa ehtiyac yox. Metan, etilen və asetilin ardıcıl gümüş bir oksigen. Burada metan var, etan var, etilen var, etilen düz yazmadı, asetilen var.
Əvvəlcə gümüş peroksid amonyak məhlulu ilə keçirsək, bu reaksiya girəcək və orada qazanlı bir maddə alınmayacaq. Və kalium permanganat məhlulu ilə keçirsək və bu azaldığı üçün burada asetilin azalıb. Bunların mollarını da demir axı. Mol nisbətində demir. Məsələn, hərəsini 1 mol götürsək, burada hesablayaq da 16, 30, 28, 16 plus 30 plus 28 üstə gəl 20, üstə gəl 26 bölünsün 4. Edir 25. Asetilin buradan çıxsa 116 plus 30 plus 28 bölü 3. Bu edir 14,6 azalır. Sonra deyir kalium permanganat məhlulundan keçirsək amma kalium permanganat məhlulundan keçirsək etilen çıxacaq. Orada da qaz alınmır. 16 plus 30 bölünsün 2. 48 bölünsün 2. Bu da edir 24. Əvvəlcə azalır, sonra artar Y variantı olar. Amma mollarını da versək daha yaxşı olur. 38-ci suala baxaq. 2 hissəyə bölmüş qabda eyni maddə məhlula verir. Tıxacası hansı alınan məhlulun faizlə qatılımını müəyyən edin. 200 qram burada duz məhlulu var. 150 qram. KH 1500'dür. 200 qram duz mu? Bilirsiniz, burada KH-ı verməyi boşunadır. Nə zaman bəs burada? Desəydi burada doymuş məhluldur. Bu daha yaxşı olardı. Çünki doymuş məhlul verməsə mən KH-ı orada tətbiq edəyəmərəm. Yəni KH-ı burada niyə verib? Mən faizi, bu məhlulun 200 qram məhlulun neçə faizli olduğunu tapım. Amma doymuş məhlul olmasa mən onu tətbiq edəyəmərəm. Yəni doymuş olduğunu deməliydi. Biz bunun şərtini düzəldərək həll edəcəyik. Yəni deyəcəyik, doymuş 200 qram duz məhlulu var və KH da 1500. İndi KH 1500-dürsə, orada duz su nisbəti nə qədər olacaq? Duz su nisbəti doymuş məhlulda KH bölü 1000 olur. Yəni fərz edin, orada x duz var. 200 minus x su var. KH da 1500 bölü 1000. Yəni 3 bölü 2. 2x bərabərdir 600 minus 3x. 5x bərabərdir 600. X də bərabərdir 120 qram burada duz var. 80 qram su var. Birinci qabda. İkinci qabda da 40 qram duz var. Su heç tapmağa ehtiyac yoxdur. Onsuz da qatılıq ümumi istəyir. Deməli, heç burada da su lazımım deyil idi. Bilməsəm də olar. Niyə? Qablar qarışanda ümumi duzun kütləsi 120 ilə 40-ı, 160-ı bölürəm. Ümumi məhlulun kütləsi 400-ə. Vururam 100. Bu da 40% məhlul alınar demək. 39. Məhlulların faizlə qatlıqlarını müqayisə edin. Deməli, 40 qram natrium H burada heç bir reaksiya getmir. 40 bölünsün 200 olur. Bu da eləyər 20%. Faiz dedi, 100-ə də vurmalıyam da. Bunu hər kəs tapa bilir. Burada da reaksiya getmir. 40 bölünsün 200 vurulsun 100. Bu da 20%. Amma burada artıq reaksiya gedəcək. 40 qram SO3 su ilə reaksiya girəndə neçə qram sulfat alınır? Birinci onu tapmalıyım. 80-dən 98, 40-dan 49. Deməli, məhlulda 49 qram sulfat turşusu var və məhlulun da ümumi kütləsi 200. Bu da 24,5% eləyər. Deməli, omega 3 1 ilə 2-nin bərabərliyindən böyükdür. Y variantı. Maddə alken, atomlarsa X, deməli, alkanda 14 dənə atom cəmi varsa, bu nə olar ki? C4H10. C4H10-da ümumi hibrid orbitallar 4-4-ün 16 hibrid orbital var.
Deməli, alkende 14 hibrid orbital olmalıdır. Alkenlərdə də hibrid orbitallar 4-2 idi. Yəni və yaxud belə düşünə bilərsiniz. Alkende həmişə 2 karbon sp2-dir. 14-dən çıxdıq 2 sp2 karbon hibrid orbitallar, yəni 6-nı qaldı 8 hibrid orbital. Və 8 hibrid orbitalda 2 dənə sp3 karbon deməkdir. 2 sp3 karbon. Deməli bu alkende 2 dənə sp2, 2 dənə sp3, cəmi 4 dənə karbon varmış və S4H8 imiş. Ümumi atomların cəmi 12 eləyər. Cavab B variantı. Bu sınavın da sonuna gəldik. Sınavda çətin suallar var idi və daha faydalı olacağı fikrindəyəm. Məsələn, 22-ci sual söz şərtində düzəliş etdik və 24-də mən də özüm nəsə öyrəndim. Öyrəndim deməyək, əslində bu reaksiyanı bilirdik. Sadəcə olaraq yada salmış oldu. Belə xırda şeylər adamın tez-tez yadından çıxa bilir. Məsələn, bu reaksiya N2 yazmışdım. Sözü NH3 olduğunu da dedim. Amma yenə də sual idi məndə. Elə birbaşa düşsəydi, bəlkə də yazmaya bilərdim. Məsələn, bu proqramdan çıxmış sualdır. Amma ümumi götürəndə yaxşı suallar vardı. Və 15-də yeni, belə deyək də, fərqli yanaşma var. Mən bunun oksidləşir, həm də bunu reduksiya edir mənasında başa düşülməlidir dedim. Daha rahat o idi. Oleum məsələsi var idi. Oleum məsələləri haqqında bilgi verilib, dərs izah videosu da atılıb. Bax, bu sual da yaxşı sual idi. Belə ümumi götürəndə burada daha yaxşı suallar var idi deyə düşünürəm. Sağ olun.